İstər Amerika neft institutu olsun, istər Avropa standartı, Asiya və yaxud da ki, əsasən şərq ölkələrində olan İLSAK standartları mütəmadi olaraq standartları yeniləyirlər və bu yeniləmənin də əsas zərurət yaradan bu yeniləməyə əsasən ekoloji tələblər olur, mühərrik konstruksiyalarında olan dəyişikliklər olur, əlavə qurğuların orada qoşulması, mühərrik həcmlərinin kiçilib gücünün artırılması, bunlar hamısı yağ standartlarına yeni tələblər qoyur. Əsasən tələblər olur, deməli, turbo gücləndiricilərin aşınmasının qorunması üçün, ondan sonra GDI birbaşa püskürmə yolu ilə alışma gedən GDI mühərriklərində deməli, LSPA deyilən bir problem baş verir. Zamanından əvvəl alışma aşağı sürətdə, onun qarşısını alması üçün. Ən çox standartların tələbləri yanacağa qənaətdir. Məsələn, indiki müasir yağlar 4%, 5%, eləsi var 3.5 müxtəlif faizlərlə yanacağa qənaət edir. Onlarında da həmçə FEA yazılır, Fuel Economy. Bundan başqa, deməli, qaz paylayıcı zəncirlərin aşınmadan daha keyfiyyətli aşınmasının qarşısının alınması üçün, sonra müasir avtomobillərdə bildiyimiz kimi hibrid avtomobillərdə start-stop daim start-stop rejimində işlədiyi üçün və soyuq mühərrikdə çalışdığı üçün soyuq mühərrikin işləmə zamanı yağlamanın düzgün getməsi tələbləri meydana çıxır. Həmçinin yerində avtomobili qızdırmamaq üçün tələb olur ki, yəni avtomobil işə salınsa qısa müddətdə yürüyüş etsin, yəni yerində boşuna çalışmasın. Ona görə də yenə də həmin o soyuq start rejimində davamlı olan tələblər qoyulur. Və bunlar hamısı müasir həmin o standartlar çıxanda, məsələn, belə deyək, 2025-ci ilin Avropa standartı belə AP tutaq ki, SQ-dir, ən axırıncı standart. İLSAK-ın axırıncı standartı İLSAK CF7-dir, bu da 2025-in son standartıdır. Və ASEAN da standartları C5, C6, bunlar hamısı yeni standartlardır, hansı ki, deməli, yağlara qoyulur. Bunlar da xüsusi institutlardır, hansı ki, müəyyən testlər aparırlar və yağ istehsalçı zavodlarına sıx şəkildə çalışırlar.